Əziz dostlar, Topxana rubrikasında sizi yenidən xoş gördük. Mən Rusif Hüseynov və Murad Muradov. bugün bizim mövzumuz Hindistan, onun bizim regionda və ümumiyyətlə qlobal arenadakı fəaliyyəti ilə bağlı olacaq. Son bir neçə ildə biz Azərbaycanla, regionla bağlı xəbərlərdə, analizlərdə Hindistan adını tez-tez eşidirik. Xüsusilə onun Ermənistanla son vaxtlarda inkişaf elətdirdiyi hərbi əməkdaşlıq və s. məsələlər Hindistanı bizim region üçündə müzakirə olunan bir aktora çevirib. Bizim söhbət məndən və səndən gedir. Hindistana və onun siyasətinə olan marağımızın isə konkret səbəbləri var. 2024-cü ildə mən, bu il isə sən Hindistanın əsas beyin mərkəzinin əsas konfransında Raisina Dialogue adında tədbirdə iştirak eləmişik və bu tədbirdə iştirak bizə Hindistanın ümumiyyətlə qlobal ambisiyaları barəsində müəyyən siqnallar ötürür. Və həmin Raisina Dialogue tədbirinin təşkilatçısı ORF adlı Hindistanın indiki hökumətinə yaxın bir beyin mərkəzidir. Həmin beyin mərkəzinin son vaxtlarda xeyli aktiv olduğunu görürük. Həm Hindistan daxilində, həm də kənarda bu müxtəlif nəşrlər, müxtəlif tədbirlər, siyasi çevrilərə ötürülən mesajlar və s. baxımından. Əvvəlcə Hindistandan yenicə qayıtmış bir şəxs kimi sən öz fikirlərini bölüşərdin. Çox sağ ol. Əslində həqiqətən maraqlı mövzudur. Yəni bizdə ümumiyyətlə Asiya ölkələri üzrə yəni spesifik analitika çox da geniş olub təəssüf ki. Yəni məsələn son illərdə məsələn Çinin iqtisadi artımı ilə bağlı yəni belə Çinə gedib və öz karyerasında Çin dövlətinə və Çin siyasətinə həsr edən adamlar peyda olur. Yaponiya bağlı məsələn məşğul olan məsələn adamlar tanıyır, amma məsələn Hindistan ümumiyyətlə bir terrenkoqitadır. Bu əslində qəribədir bir növ. Çünki yəni məsələn Çin ilə Yaponiya ilə müqayisədə Hindistan tarixən əslində bizim regionun daha açıq gəlir ölkədir. Yəni bu Cənubi Asiyadır və coğrafi baxımdan da çox uzaq deyil. Mən məsəl üçün Bakıdan Delhiyə 4 saata çatdım da. Yəni Moskvaya və İstanbuldan bir balaca daha uzaqdır. Eyni zamanda məsələn biz bilirik ki, məsələn Bakıda məsələn İçəri şəhərdə Hindistan tacirlərinin gedib məsələn qaldığı Kərvansaray da var, hələ də durur. Multanlı deyirlər, çünki Multan şəhəri ilə əlaqədardır. Adaşgah məsələn məşhur Adaşgah var, hansı ki əslində 16-cı əsrlərdə Hindistan zəvalarının gəldiyi bir yer olub. Yəni elə əlaqələr çoxdur. Təbii ki, bu tarixi Hindistan deyəndə burada həm Pakistan, Bangladeş, bütün bu subkontinent deyilən bir ərazi daxildir. Yəni bilirik ki, Britaniya imperiyası region tərk edəndə ölkəni parçaladı və müstəqil Hindistan və Pakistan yarandı, sonra da Bangladeş. Okay, indi bu uzun sözün qısası. Yəni məsələn Hindistanla bu mən olar bildim. Burada sən sözünü unutma. Elə Azərbaycanın Hindistan subkontinenti ilə tarixi mədəni əlaqələr haqqında danışdın. Onların hamısına qoşuluram və bir məqamı da vurğulamaq istəyirəm. Delhinin əsas görməli yerlərindən biri, ora hər ikimiz getmişik müxtəlif vaxtlarda. Hümayun Şahın məqbərəsi mənim diqqətimi cəlb edib. Çünki Hümayun Şah Hindistanı idarə etmiş Böyük Moğol sülaləsinin ikinci hökmdarıdır. Vaxtilə öz taxt-tacını itirəndən sonra Səfəvilərə sığınıb və Səfəvilərin köməyi ilə yenidən öz demək hakimiyyətini bərpa edib. Yəni Böyük Moğolların hakimiyyətə qayıtmasında Azərbaycanlıların, Azərbaycan sülaləsinin böyrü olub. Yəni bu bizim onlarla tarixi əməkdaşlığımıza başqa bir istinaddır. Ümumiyyətlə, yəni adı Hindistanla danışsaz da, yəni hətta da son illərdə bu tür yəni sürətlə artan məsələn turizmdən əvvəl də çox adam Azərbaycanı yaxşı tanıyır və məsələn hətta bu müəyyən məsələn tarixi, mədəni əlaqələrdən xəbərdardırlar. Amma digər tərəfdən təbii ki, məsələn bəzi siyasi səbəblərə görə, məsələn bunlarla da biz danışacağıq. Yəni müəyyən qədər bir növ ehtiyat var da hər iki ölkədə. Ümumiyyətlə ümumi Hindistan barədə nə deyim? Yəni ki, bu dəqiqə orada yəni baş nazirindən tutmuş adi bir beyin mərkəzinin sıravi işçisinə qədər hamısında elə bir hiss var ki, bu ölkə qalxmaqdadır və məsələn son əsrlərdə yaşadığı bir çox məsələn problemlər, yəni
zəiflik, məsələn, Britaniya əsarətinə düşmə və s. və hətta məsələn post-müstəqillik dövrünün ilk 50-60 ilini çox uğursuz kimi qiymətləndirirlər əksərən. Elə bir his var ki, indi hər şey dəyişir Hindistan üçün və axır ki, onlar layiq olduğu yəni bir yerə çıxacaqlar dünyada. Ki məsələn hamı indi qeyd edir ki, son 10 ildə məsələn Modinin hökumət dövründə ölkədə kasıb adamların sayı 200 milyon azalıb. Yəni ümumi ölkənin əhalisi hardasa 1.4 milyardır. Yəni təsəvvür edin 200 milyon da gələn bir rəqəmdir. Yəni təbii ki, Hindistan standartları da, yəni məsələn Avropa standartları eyni deyil, amma yəni deməli ki, ən azı bu insanlar indi müasir həyat tərzi yaşayır, uşaqlarını normal məktəbə göndərir. Yəni bütün səhiyyəyə, məsələn normal elektrik enerjisi, qida və s. hər şey malikdir. Yəni Hindistan kimi ölkə üçün bu böyük bir nailiyyətdir. Eyni zamanda mənim başqa maraqlı məqam odur ki, yəni bütün dünyada baş verən yəni gərginlik və xaos fonunda Hindistan özünü bir növ sabitlik və uzun müddətli düşüncə adası kimi görür ki, onların əslində elə müstəqillik qazandan öncə bir yəni spesifik rəng görüşü vardı. Yəni bu da daha çox ki, özünü qoşulmama hərəkətinə büruzə edir. Yəni prinsip olaraq Hindistan heç vaxt belə bu böyük bloklara qoşulmur və eyni zamanda məsələn bunlar çox maraqlı bir analoq edirlər ki, necə ki şahmat oyunu Hindistana yaranıbsa, onlar da məsələn qeyd edirlər ki, bizim bu şahmat düşüncəmiz bizi eyni zamanda bir neçə lövhədə oynamağa şərait yaradır ki, biz bir lövhəni seçmək istəmirik, seçməyəcəyik. Çox maraqlıdır. Burada iki məsələyə mən diqqət ayırmaq istəyirəm. Birincisi, Hindistanın Çin kimi başqa bir Asiya nəhəngi ilə müqayisə eləyirlər və nəhayət ki, Hindistan Çini ötdü əhali sayı baxımından, amma Hindistanın başqa bir üstünlüyü də var. Çində demoqrafik böhran var, insanlar qocalır və cavan nəslin sayı azdır. Amma Hindistan əhalisinin tərkibində uşaqların, cavanların sayı həddindən artıq çoxdur. Yəni cavan əhalidir və bu deməkdir ki, uzunmüddətli perspektivdə Hindistanın insan qaynaqları baxımından problemi daha az olacaq Çinlə müqayisədə. Təkcə Çin yox, bu elə digər Şərqi Asiya ölkələrində xas bir xüsusiyyətdir, Koreya və Yaponiyaya da. Digər məqam isə Hindistanın qoşulmama məsələləri ilə bağlıdır. Biz bilirik ki, neçə vaxtdır ABŞ Çinə qarşı bloklar yaratmağa çalışır Asiyada, Sakit Okeanda, Hindistan okeanında. Məsələn, Quad bildiyimiz blok Hindistanın da daxil olduğu anti-Çin bloku kimi xarakterizə olunur. Amma biz heç vaxt Hindistanın Çinə qarşı bu cür bloklar çərçivəsində addım atdığını görürük. İki tərəfli onların uca dağlarda müəyyən toqquşmaları ola bilər. Hərdən videolarda baxırıq ki, xüsusilə odlu silahın icazə verilmədiyi bu müəyyən yerlər var. Orada iki ölkənin əsgərləri öz aralarında əlbəyaxa döyüşlərə qədər gedib çıxırlar. Bu iki tərəfli sərhədyanı problemlərdir. Amma bloklar çərçivəsində mən razıyam ki, məsələn, Hindistan Çinə qarşı addımlar atmır. Eyni zamanda məsələn Rusiyaya qarşı da çıxmır. Elə keçən il həmin bu adını çəkdiyim Raizina tədbirində Hindistanın Xarici İşlər Naziri Jaishankara sual verəndə ki, Hindistan nəyə görə Rusiyaya qarşı sanksiyalara qoşulmur və Rusiyanın neft və qazını, əsasən neft resurslarını idxal edir. O, Hindistanın özünün müstəqil xarici siyasəti olması ilə əsaslandırmışdı və əksinə Qərb ölkələrini ikiyüzlülükdə itham eləmişdi ki, onsuz da deyir, siz də alırsınız Rusiya neftini, qazını, amma bizim üstümüzə düşmüsünüz. Əslində, məsələn, mən də onu getmək istərdim ki, məsələn, o, yəni, Hindistan rəsmilərindən bu suallar, yəni, veriləndə, məsələn, yaxud məsələn, niyə görə məsələn Rusiyadan bu qədər neft qaz alırsınız və yaxud əksinə, məsəl üçün, niyə, yəni, ABŞ-la, məsəl üçün, o qədər yaxınlıq deyirsiniz, Asiya ölkəsi olduğuna baxmaraq, yəni, çox böyük güclük yaranır. Ümumiyyətlə, Hindistanda bu kolonial yəni təcrübə, yəni
bir növ öz gücünə gücünə və öz düşüncəsinə güvənmək kimi bir prinsiplərə sövq etdi. Və məsələn görünür ki, hal-hazırda bu yəni təkcə hökumətin mövqeyi deyil. Ümumiyyətlə bu bütün siyasi ictimai elitanın mövqeyidir ki, yəni Hindistan heç qəti şəkildə hansısa bir böyük gücünə asılı olan bir ölkəyə çevrilməlidir. Bu deməkdir ki, məsələn bunlar hər məsələdə istədiyi kimi öz marağına olduğu düşünməli kimi davranacaqlar. Və yəni bu da çox ciddidir mən deyərdim. Eyni zamanda məsələn bu indiki ABŞ hökuməti, məsələn bilir ki, əksər ölkələr istər Avropa olsun, istər Çin, istərlər Yaponiya, hamısı yəni bu Trumpın hökuməti ilə bağlı ən azı belə deyək bir narahatlıq keçirirlər də, yəni açıq deməsələr də çox vaxtı. İnsan elə deyil. Əksinə məsələn onlar deyirlər ki, əslində Trumpın etdiyi düzdür. Ümumiyyətlə ABŞ həddən artıq assertiv və dedim də bütün dünyada yəni bütün yəni nöqtələrə girişmək üçün çalışan bir ölkə olması təbii normal deyildi və sadəcə məsələn Trump hökuməti öz son addımlarını sadəcə ABŞ-ı daha normal hala gətirir. Bu da əslində mənim üçün çox maraqlıdır bu mövqe. Məsələn bilirəm ki, ümumiyyətlə bu baş nazir Modi Trumpla yaxşı bir əlaqə qurub. Eyni zamanda Hindistanın məsəl üçün qərbdə bu sol liberal çevrələrlə əlaqələri heç vaxt yaxşı olmayıb. Amma yəni hər halda bu maraqlıdır məncə. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Modini biz son illərdə öz ölkələrində belə deyim də həm tarixi iz qoymuş, həm də bir sıra mövzuları kökündən dəyişdirmiş digər siyasətçilərlə müqayisə edə bilərik. Erdoğan, Putin, Orban və onların hər birində biz baxırıq ki, Trumpla şəxsi əlaqələri yaxşı olur. Trump onları sanki daha çox qəbul edir, nəinki digər demokratik demək yolla seçilmiş və demokratik ölkələrin rəhbərləri kimi ona təqdim olunan şəxslərlə müqayisədə. Amma eyni zamanda həmçinin nəzərə almaq lazımdır ki, hal-hazırda ABŞ establishmentində Hindistanla bağlı olan şəxslər də yüksəlib. Məsələn, FTB-nin Federal Təhqiqatlar Bürosunun rəhbəri səhv etmirəmsə Hind mənşəlidir və ya elə Respublika Kaş Patel Kaş Patel və ya Respublikaçı MAQA hərəkatında böyük rol oynayan və gələcəkdə ola bilsin ki, elə prezidentlik iddialarında qalacaq Vivek Ramaswamy. O da yadımızdadır ki, bu yaxınlarda Modini Amerikaya səfəri zamanı onunla görüşmüşdü. Düzdür, Kanada ilə Hindistanın özünün problemləri var, amma o Sikh məsələsinə görə, amma belə baxanda görmək olur ki, Hindistanın ABŞ, Böyük Britaniya, başqa yerlərdə bu əsas vacib olan paytaxtlarda əlaqələri pis deyil. Bir şey əlavə edeyim. Məsələn, indi ki, bu CIA o Kəşfiyyat Bürosu, Mərkəzi Kəşfiyyat Bürosunun yeni rəhbəri Tulsi Gabbard. O da əslində Hindistan əsillidir. Yəni özü Havaydan olsa da, yəni dini də Hindu, yəni Hindu dinidir. Və məsələn bu dəfə Razinə qoşulub özü və orada bir çıxış edib və orada Hindistan əlaqələri barədə çox belə deyim də böyük rəğbətlə danışırdı. Həmçinin bu nəinki siyasi strateji, hətta məsələn mədəni üstünlükləri də vurğulamışdı. Burada ümumiyyətlə Modi ilə danışanda bu insanlar əslində Saadın liderləri arasında ən çox mən Erdoğandan müqayisə edirdim. Niyə görə? Bu biraz qəribə olsa da. Çünki əslində Hindistanda bu Türkiyədəki kimi müstəqillik qazanandan sonra, yəni Türkiyədə Respublika dövrü, Hindistanda müstəqillik edirlər. İndi yəni bir sırf Avropaya, Avropa qərb yönümlü liberal və bir növ elə ki, xalqdan qopmuş kimi bir elitanın uzun müddətli hökmranlıq dövrü var da. Və ən azı yəni xalq arasında elə bir fikir var ki, bu adamlar o sadə Hindistanın dərdini çəkmirlər. Və məsələn eyni zamanda Hindistanın başqa bir problemi var idi ki, ölkə həddən artıq çox yəni iqtisadi tənzimləmə məruz idi. Yəni yarı sosialist iqtisadiyyata malik idi. Məsələn bir çox bizneslər əziyyət çəkirdi vergilərə görə və digər məhdudlara görə. Və Modi elə bir ki, bu həm siyasətdən seçilik qazana bilməyən, həm də iqtisadi baxımdan özünü irəliləyə bilməyən bir kütlənin səsi kimi peyda oldu. Biz onun partiyasının
yəni Bharatiya Janata Partiyalar, bu da sağ millətçi partiyadır. Əvvəllər də 2-3 dəfə hökumətə gəlirdi, amma hər dəfə bir ki bu qısa müddətli idi. İndi Modi onların ilk belə deyim, həqiqətən bir yəni fundamental hökumət qura bilmiş bir baş nazirdir və bir çoxları onu Indira Gandhi'dən sonra ən vacib insan lideri hesab edirlər. Və bu adam həqiqətən bu Hindistan orta sinifinin marağını təmsil edir və məncə uğurla təmsil edir. Amma təbii ki bunun mənfi tərəfi də var. Bu da əsas millətçiliklə bağlıdır. Yəni Hindistan bildiyiniz kimi çox millətli və çox dinli ölkədir. İlk dəfə olaraq Hindu millətçiliyi ön plana çıxır. Yəni bəli, yəni kesinliklə Hindistanlar məsələn müsəlmanlar azlıq sayılır, amma məsələn 200 milyona yaxındırlar. Bu deməkdir ki, əslində Hindistan dünyada ikinci ən böyük müsəlman ölkəsidir. Yəni belə qəribə olsa da. Və məsələn eyni zamanda bu Hindu çoxluğunda bir çox yəni narahatlıq və sentiment ingiliscədə doğurur. Bildiniz ki, məsələn, İngiltərədən öncə Hindistanı idarə edən Muğal dövləti idi, hansı ki müsəlman idi. Və məsələn, Hindu millətçilər üçün bu da müstəmləkəçiliyin başqa bir formasıdır. Amma bu fikirləşirlər ki, Hindistan elə bir ki, Hindulara qatarılmayınca bu ölkə dünyada öz layiqli yerini tapa bilməz. Amma belə deyim, nəzərə alsaq ki, Hindistanda daxilində bir çox belə problemlər var. Yəni bu da tez-tez etnik qırğınlarda, məsələn, müxtəlif qiyamlarda özünü əksini tapır. Məsəl üçün və Hindistan üçün yəni 100, 200, məsələn 500 nəfər məsələn həlak olan bu etnik qırğınlar epizodları adi bir şey demək istəməzdim, amma təəssüf ki, tez bir neçə ildə bir baş verir. Məsəl üçün Hindistanda müxalifət çox vaxt məsələn indiki hökuməti bu məsələlərə ciddi yanaşmadığını və məsələn araşdırmaq istəmədiyini vurğulayır. Və məsələn təbii ki, məsələn Hindistanın regionunu nəzərə alsaq, bu da ölkənin gələcəyi üçün və sabitliyi üçün bir ciddi bir risk yaradır. Yəni uzun sözün qısası, qarşıdakı illərdə biz baxaq görək, Hindistan özü ayrıca bir qütb olacaqmı, yoxsa hansısa nəhayət bir bloka qoşulacaq. Amma görünən budur ki, istənilən halda bir çox qlobal aktorlar Hindistanı öz tərəfinə çəkməyə çalışacaq. Tam razıyam. Bir məqam əlavə edim burada. Əslində, məsələn, Hindistan ekspertləri indi deyir ki, biz artıq yəni dəniz qüvvəsi olmaq istəyirik. Bu çox maraqlıdır. Əslində bir növ bəlkə burada məsələn Britaniya yəni təcrübəsi, yəni müstəmləkəsi olmasının bir nəticəsi var ki, məsələn Britaniya həmişə dünyada nömrə 1 dəniz qüvvəsi olub. Bəlkə Hindistan bir növ ondan bu funksiyanı özünə almağa çalışır. Digər tərəfdən də yəni Hindistan əsas böyük qonşuları kimlərdir? Çindir və Pakistan. Pakistan düşmənidir, Çin də hər halda rəqibdir və yəni bir çox səbəblərə görə məncə heç vaxt məsələn bunlar arasında inteqrasiya edə bilməzlər. Və məsələn bəlkə də Hindistan eləcə düşünür ki, yəni öz gücünü daha çox dənizə, məsələn Hind okeanı regionuna, təbii ki İndoneziya, Avstraliya, Şərqi Afrika bu deməkdir. Eyni zamanda məsələn Hindistan əslən dənizlə Ərəb yarımadasına da məsələn çox yaxındır. Məsələn burada yəni artan iqtisadiyyatlar məsələn var o regionda. Bəlkə də Hindistan bir növ öz gücünü maksimalize etməyə çalışır. Çox sağ ol Murad, maraqlı müzakirəyə görə biz burada dayanaq, amma ümid edirəm ki, qarşıdakı buraxılışlarımızda yenə də Hindistan məsələsini müzakirə edə biləcəyik. Çox sağ ol. Çox sağ ol.